Salam qanun izləyiciləri, bugünkü mövzumuz 2019-2024-cü illərdə 9-cu sinif buraxılış imtahanlarına düşmüş üsbucaqlar mövzusuna aid testlərin izahıdır. Başladıq. Birinci sualımızda deyir ki, bərabər tərəfli üsbucağın perimetrləri nisbəti 11 olarsa, tərəflər nisbətini istəyir. Yəni ki, burada söhbət oxşar üsbucaqların, yəni oxşar bərabər tərəfli üsbucaqların perimetrləri nisbətindədir. Olsun birinci üsbucağın perimetri P1, ikinci üsbucağı çəksək, bunun da perimetri P2. Yəni P1-in P2-yə nisbəti 11-ə bərabərdir. Bu zaman tərəflər də A1, buna A2 desəm, yəni A1-in A2 olan nisbəti də 11-ə bərabər olacaq. Düzgün cavab B variantı. Bərabər yanlı üsbucağın oturacağını bitişik bucaq 50 dərəcədirsə, baxın, bərabər yanlı üsbucağı biz bilirik ki, yan tərəflər bərabərdir. Bir də oturacaq bitişik bucaqlar bərabər. Yəni, bunlardan biri 50-dirsə, artıq digər də 50 dərəcəyə bərabərdir. Onu təpə bucağı tapmaq üçün biz 180-dən çıxır 2 bucağın cəmi 100 çıxanda alırıq 80. Düzgün cavab D variantı. Katetləri 8-15 olan üsbucağın perimetri. Əgər katetləri 8-15-dirsə, bunun hipotenuzu seni tapmaq üçün kök altında 225, üstə gəlsin 64. Bu deyir kök altında 289, 289-da 17 çıxır. Demək ki, hipotenuz 17-yə bərabərdir. Bizdən perimetrini istəyir. Bu zaman yazırıq 17 üstə gəl 8, üstə gəl 15. Yəni 25 üstə gəl 15, 40 santimetr. AM BM'e bərabərdir. BN NS'ye bərabərdir. BMN, deyək ki, burada A yanlış düşürürsünüz. Üsbucağın sahəsi 12-yə bərabərdir. Uşaqlar, əgər burada AM BM'e bərabərdir, BN NS'ye bərabərsə, burada M'in oturacağı paralel xətt orta xəttdir. Və biz də bilirik ki, üsbucağın orta xəttin ayırdığı sahələr. Kiçik üsbucağın sahəsi bütöv üsbucağın, yəni yazıram, üsbucaq MBN-in sahəsi bütöv üsbucağın 1/4-nə. Yəni vurulsun SABC. Buradan da mənə verib ki, MBN 12, bu 12-yə bərabərdir. Onda bütöv üsbucağın sahəsi nəyə bərabərdir? 48-ə. Və məndən isə, baxın, burada yaranan 4 bucaqlının sahəsi. Və 4 bucaqlının sahəsi S, A, M, N, C də bütöv üsbucağın, yəni ABC-nin 4/3-nə bərabər. Yəni 4/3 vurulsun 48. Bu deyir 36. Düzgün cavab 36 D variantı. Üsbucağın perimetri 50-dir. Tərəfləri isə 15-17 olaraq digər tərəfini tapaq. Yəni, biz də bilirik ki, perimetri bərabər rahat sualdır. A üstə gəlsin, B üstə gəlsin, C-dir. Getirib yerinə qoysam 15, üstə gəl 17, üstə gəlsin C, bərabərdir 50-yə. Buradan alır ki, 32 üstə gəlsin C, bərabərdir 50, C də bərabərdir 18. Düzgün cavab D variantı. Altıncı sualda oturacağı ASD bərabər yanlı üsbucaqdır. BM median çəkilmişdir. Uşaqlar, bərabər yanlı üsbucaqda oturacağı çəkilmiş median həm hündürlükdür, həm tənböləndir, həm də mediandır. Yəni, burada BM həm hündürlük rolunu oynayır, həm median rolunu oynayır, həm də tənbölən rolunu oynayır. Bizə deyir ki, bütöv üsbucağın perimetri. Baxın, uşaqlar, tərəflərə bərabər yansa AA deyirəm. Onda bu oturacağı 2B deyəcəm. Ki, rahat bölgünə apara bilərəm. Onda bura B olur, bura B olur. Çünki median tərəfi yarıya bölür. Deyir ki, bütöv üsbucağın perimetri 60-dır. Yəni, A üstə gəlsin, A üstə gəlsin. Bax, 2B bərabər 60-a. Buradan yazıram 2A üstə gəlsin, B bərabərdir 60. A üstə gəlsin B bərabərdir 30.
Bir dəqiqə bunu sərgəni yazım. A üstə gəlsin B bərabərdir 30-a. Sonra nə verib bizə? Burada yazım bu səfər. BMC. BMC üçbucağıdır uşaqlar. Baxın, bu üçbucaqdır. Bizə bunun perimetrini verib. Yaxşı, bu BMC-nin tərəfləri nədir? BM-dir. Üstə gəlsin. Bir tərəfi B-dir. Baxın, bir tərəfi B-dir. Bir tərəfi BM-dir. Bu BM-i saxlayıram çünki məndən buranı istəyir. Bir tərəfi də A-dır. B üstə gəl A bərabərdir 47. Uşaqlar, baxın, mən əvvəldə B üstə gəl A-nı hesabmışam. 30. Bu zaman yazıram. BM üstə gəlsin 30 bərabərdir 47-yə. BM bərabərdir 17-yə. Yəni BM medianın ölçüsü 17-yə bərabərdir. Düzgün cavab 17. Uşaqlar, baxın, yenə oxşarlıq sualdır. Deyir, ABC üçbucağı, ABC üçbucağı oxşardır A1, B1, C1 üçbucağına. Buradan AB-ni 10 verib, BC-ni 16 verib. A1, C1-i, A1, B1-i x-2 verib, B1, C1-i isə x plus 1 verib. Bizdən x istəyir. Uşaqlar, baxın, buradan alınır. Oxşara görə AB-nin A1 B1-ə nisbəti bərabərdir. BC-nin isə B1 C1-ə nisbəti. Buradan yazıram ki, onun x minus 2-yə nisbəti bərabərdir 16-nın x plus-a nisbəti. Buradan 10 ilə 16 2-yə gedir. Burada qalır 5, burada qalır 8. Bu zaman alınır 5 vurulsun x plus 1 bərabərdir 8 vurulsun x minus 2'ye. 5 x üstə gəlsin 5 bərabər 8 x çıxılsın 16'ya. Buradan alınır ki 3x bərabərdir 21'ə, x bərabər 7'yə. 7. Düzgün cavab B variantı. Sekizinci sual. Tərəfi 6 cm olan bərabər tərəfli üçbucağın orta xətlərinin cəmini. Əgər bərabər tərəflidirsə, bunun bütün tərəfləri 6-dır. Orta xətti nədir? Yan tərəfləri ortasını birləşdirən parça və oturacağın yarısına bərabərdir. Baxın, bütün orta xətləri istəyir bizdən. Çəkdim. A, B, C. Uşaqlar, bura A yazıram, bura B yazıram, bura C yazıram. Baxın uşaqlar, B orta xətdir, AC-nin yarısına bərabərdir. Onu yazıram, B bərabərdir 3-ə. Bax, C orta xətdir uşaqlar, AB-nin yarısıdır. Çünki bu C xətti orta xətdir, AB-yə paralel olduğuna görə həm də ki, tərəfləri yarıya bölür. Bu zaman C də 3-ə bərabərdir. Və qaldı A xətti isə, baxın, BC-nin orta xəttidir. Və BC-nin yarısına bərabərdir. Bərabərdir 3-ə. Və alınan orta xətlərin cəmini, yəni 3 üstə gəlsin 3, üstə gəlsin 3. Bərabərdir 9. Düzgün cavab A variantı. Doqquzuncu sual. Üçbucağın daxili bucaqları 3, 5, 7 nisbətində onlarsa ən kiçik daxili bucaq tapılır. Yazıram 3K, üstə gəlsin 4K, üstə gəlsin 5K, bərabərdir 180-ə. 12K bərabərdir 180, K bərabərdir 15'ə. Bizdən ən kiçik istəyir, yəni 3'ü, yəni 3K-nı istəyir. 3K-da nə olur? 3 vurulsun 15 bərabər 45. Düzgün cavab D variantı. Bir bərabər yanlış bucağın perimetri 40'dır, oturacağı 18'dir. Baxın, siz üst bucaqlığı çəkin. Yanları AA qoyun, oturacağı 18. Bu zaman alınır. A üstə gəlsin A, üstə gəlsin 18 bərabərdir 40'a. 2A bərabərdir 22'yə, A da bərabərdir 11'ə.
Yəni onun yan tərəfi 11-ə bərabərdir. 11-ci sual. Üçbucaq ABC-də M-in ortaq xəttir və ABC, yəni bütöv üçbucaqda 80 olarsa, bizdən bu dördbucaqlının sahəsini istəyir. Biz də bir dedim ki, əgər ortaq xətt çəkilibsə və bizdən dördbucaqlının sahəsini istəyirsə, bu dördbucaqlının sahəsi A, M, N, C. N-siz dördbucaq sahəsi bütöv sahənin 4/3-üdür. Yəni bütöv fiqurun sahəsinin 4/3-üdür. Yəni 4/3 vurulsun S, A, B, C. Yəni 4/3 vurulsun 80. Bu da edir 60. Düzgün cavab 60 Y bəndi. On ikinci sual. İki oxşar üçbucağın tərəfləri nisbəti 6-nın 7 olarsa, baxın tərəflər nisbəti, yəni tutaq ki AB-nin A1, B1-ə nisbəti 6-nın 7 olarsa, bu zaman perimetrlər nisbəti də uşaqlar, baxın PABC-nin də PA1, B1, C1 olan nisbəti də elə 6-nın 7 olan nisbətlə bərabərdir. 13-cü sual. Üçbucağın daxili bucaqları 3, 5, 7 nisbətində olarsa, onun ən böyük daxili bucağının dərəcə ölçüsü. Yenə də yazırıq. 3K üstə gəlin 5K, üstə gəlsin 7K bərabərdir 180-ə. Buradan alınır ki 15K bərabərdir 180, K bərabərdir 12. Məndən ən böyük bucaq, yəni 7K-mıdakı bucağı deyir. 7 olsun 12 bərabərdir 84. Düzgün cavab 84 A variantı. Deyir, tərəfləri 8 və 7 cm olarsa, bərabər yanlış bucağın perimetrini tapın. Bəzən uşaqlar götürürlər səhvən 8, 8, 17 verirlər. Uşaqlar, bu ən böyük yanlışdır. Çünki mən bilirəm ki, üçbucağın bir tərəfi, tutaq ki 17-dən götürürəm, baxın, mən oturacağı götürürəm. İki tərəfin cəmindən kiçik olmalıdır, fərqindən böyük. İki tərəfin fərqi 0 edir. Baxın, burana ödədi. Amma iki tərəfin cəmi də 16 edir. Baxın, 17 16-dan kiçik ola bilməz. Baxın, bu hissəni ödəmədiyinə görə mən tərəfləri, yan tərəfləri 8, 8 götürə bilmərəm. Bu zaman tərəflərimiz olur 17, 17 və oturacaq 8 olacaq. Baxın, çəkirəm. 17, 17 və 8. Həqiqətən də, baxın, üçüncü tərəf olsun 8. Fərqi yoxdur. İstənilən tərəfi yoxlaya bilərsiniz. İki tərəfin cəmindən kiçik olmalıdır. İki tərəfin cəmi edir 34. Və iki tərəfin cəmindən fərqindən kiçik olmalı. Bu deyir, həqiqətən 8 0-dan böyükdür, 34-dən kiçikdir. Bu zaman məndən perimetr. Demək ki, tərəflərimiz, yan tərəflər 17, 17 oturacaq 8-dir. Bizdən nə istəyir? Perimetr istəyir. Perimetr də bərabərdir 17 üstə gəl 17, üstə gəl 8. Yəni 34 üstə gəl 8 edir 42, 42 də Y variantı. Yəni deyir, bərabəryanız şu an perimetri. Baxın, perimetr bərabərdir 2A üstə gəlsin B. Burada A yan tərəfləri B oturacaqdır. Və mənə verib ki, perimetr 50-yə bərabərdir. Oturacaq, yəni B-si 24-dür. Yəni yazıram bunu 2A üstə gəlsin 24. Buradan alınır ki, 2A bərabərdir 26-ya. A bərabərdir 13. Düzgün cavab yan tərəf istəyir 13 C variantı. 16-cı sual. 16-cı sual yəni oxşarlıq sualdır. Nə deyir? AD ilə A1 D1 mediandır. Baxın uşaqlar. B, A, C. Bu AD medianı. Yəni də buna oxşar bir üçbucaq quram. A1, D1, B1, C1. Uşaqlar, buradan AD-nin A1, D1-ə nisbəti K-yə bərabər. Həmçinin perimetrlə nisbəti də P-nin P1 yazın bura. Nisbəti də K-yə bərabərdir. Mən də görəm ki, buradan AD-nin A1, D1-ə nisbəti 3-ə bərabərdir. Demək ki, onun perimetrlə nisbəti də nəyə bərabər olacaq? 3-ə. Düzgün cavab B variantı.
16-cı sual. Üçbucağın daxili bucaqları 2, 3, 5 nisbətində olarsa, onun kiçik daxili bucağını yenə yazırıq. 2K üstə gəlsin 3K üstə gəlsin 5K bərabərdir 180. Buradan alıram ki 10K bərabərdir 180. K bərabər 18-ə. Məndən kiçik daxili bucaq, yəni 2 vurulsun 18 bərabər 36-ya. Düzgün cavab C variantı. Uşaqlar, kifayət qədər açıqlama şəklində yazıram ki, ola bilər nə isə anlaşılma olmayan, yəni qaydadan yazıram ki, yəni qısa yollarla yazmıram. Yəni kifayət qədər açıqlaması ilə yazıram. Açıqlaması ilə də hər bir qaydanı deyirəm ki, siz üçün rahat olsun. Buradan deyir Emin AC-yə paraleldir. Emin 12-dir. BC 15-dir. BC 15-dir. AC 18-dir. B-in istəyir məndən. X. Uşaqlar, burada iki üçbucaq oxşardır. Baxın, bir bu kiçik üçbucaq böyük üçbucağa oxşardır. O zaman oxşarlığa görə yazıram. 12-nin 18-ə nisbəti, yəni kiçik oturacağın böyük oturacağın nisbəti. Yəni o zaman yazıram ki, x-in, yəni kiçik tərəfin, yan tərəfin, böyük yan tərəfi 15-ə nisbəti. Buradan alıram ki 18x bərabərdir 15 vurulsun 12. Buradan x də bərabərdir 10-a. Çünki bu hasili 180 idi. 180-dən də 18-ə bölünə alıram 10. Düzgün cavab 10. E variantı. Hipotenuzu 12 olan düzbucaq iti bucaqlarından biri digərindən 2 dəfə böyükdür. Hipotenuz 12'dir. Bucaqların biri alfa olanda digəri 2 alfadır. Baxın, biri alfadırsa, bura 2 alfadır. Və mən də bilirəm ki, düzbucaqda iti bucaqların cəmi 90-a bərabərdir. Bərabər 90-a. Buradan alıram ki, 3 alfa bərabər 90, alfa bərabər 30 dərəcə. Baxın, bura mən alfa deyəcəm. Bura 30 dərəcədir. Bura 60 dərəcədir. 60 dərəcə. Və məndən onun kiçik katetini tapmaq üçün mən kiçik bucaq qarşısında duran kateti tapmalıyım. Və mən də görürəm ki, kiçik bucaq qarşısında duran katet 30'un qarşısında duran katetdir. Biz də düzbucaqlı bucaqda qaydayan bilirik ki, 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabər. Hipotenuz 12-dirsə, 30 dərəcənin qarşısında duran katet isə 6-ya bərabərdir. Düzgün cavab B variantı. Düzbucaqlı üçbucağın katetləri 6-9 olarsa. Bax, katetlər 6-9. Sahəni istəyir bizdən. O zaman yazırıq. 6 vurulsun 9 bölünsün 2. Bu da deyir 27. Düzgün cavab 27 A variantı. Uyğun hündürlükləri 2-3 nisbətində olan iki oxşar üçbucaqlardan yazıram. H1-in H2-yə nisbəti. Yəni birinci üçbucaq hündürlüyünün ikinci üçbucaq hündürlüyünə nisbəti bərabər 2-nin 3-ə. Bu zaman deyir birincinin perimetrinin, birincinin perimetri 30 olarsa ikincini tapın. Uşaqlar, baxın H1-in H2-yə. Yəni M1-in medianların nisbəti, təm bölənlərin nisbəti, nə bilim, tərəflər nisbəti, radiuslar nisbəti, perimetrlər nisbəti. Bunlar hamısı bir K-yə bərabərdir. Amma sahələrin nisbəti K kvadratına bərabərdir. K da oxşarlıqdır. Oxşarlıq əmsalı. Yaxşı, o zaman yazıram ki, H1-in H2-yə nisbəti bərabərdir P1-in P2-yə nisbəti. Gətirib qoyuram. Deyir, birincinin perimetri 30'dursa, onu yazıram. 30'un P2'yə nisbəti bərabərdir 2'nin 3'ə. Buradan alıram ki, 2 ilə 30 kəndə qalır 15. P2 bərabərdir 45'ə. Yəni ikincinin perimetri 45'ə bərabərdir. Bu oldu 21. İndi 22'yə baxaq. Bərabəryanın düzbucaqlı üçbucağın hipotenuzu 16 cm olarsa
Düz bucaq təpəsindən çəkilmiş hündürlüyün uzunluğu neçə santimetr olar? Uşaqlar, gəlin şəklimizi çəkək. Bir də olsun düz bucaqlı üç bucaq. Hipotenuzu 16'dır. Düz bucaq təpəsindən çəkilən bərabər yanlıdır. Bərabər yanlı. Məndən istəyir hündürlüyü. Uşaqlar, bərabər yanlı düz bucaqlı üç bucaqda. Yadda saxlayın. Düz bucaq təpəsindən çəkilmiş hündürlük. Buranı pozun. Bəzi qayda kitablarında yoxdur. Baxın, bərabər yanlı düz bucaqlı üç bucaqda söhbət gedir. Bərabər yanlıda. Ortacağa çəkilmiş hündürlük. Həm mediandır, həm tənböləndir, həm də hündürlük rolunu oynayır. Bu zamanda və bunlar nəyə bərabər olur? A kök altda 2 bölü 2'ye bərabər olur. Və biz də bilirik ki, bərabər yanlı düz bucaqlı üst bucaqda hipotenuz nəyə bərabərdir? Baxın, bərabər yanlı düz bucaqlı üst bucaqda hipotenuz nəyə bərabər? Tərəfin kökdə 2 mislinə. Yəni C tərəfin kökdə 2 mislinə bərabər. O zaman mən yaza bilərəm ki, A kökdə 2'nin yerinə mən C qoya bilərəm. Onu C bölü 2. Mən də C-ni 16 verim. Bu zaman 16 bölünsün 2 bərabərdir 8'e. Düzgün cavab C variantı. Yenə deyirəm. Bərabər yanlı düz bucaqlı üst bucaqda. Düz bucaq təpəsindən ortacağa çəkilmiş hündürlük həm mediandır, həm tənböləndir. Və onlar da A kök altı 2 bölü 2'ye bərabərdir. Biz də bilirik ki, bərabər yanlıda hipotenuz nəyə bərabər? Yəni C nəyə bərabərdir? Tərəfin, yəni katerin kökdə 2 mislinə. Gətirdim mən də burada A kökdə 2'nin yerinə C yazdım. Yəni C bölünsün 2. Mənə də C'ni 16 verib şərtimizdə. 16 bölü 2 bərabərdir 8'də. Yəni hündürlüyün uzunluğu 8'dir, medianın da uzunluğu 8'dir, tənbölənin uzunluğu 8'e bərabərdir. Gəzək 23-cü suala. Yine ki bu sual sizə kifayət qədər aydın oldu. 23. Yenə də oxşar üst bucaqlardır. AC 15'dir. A, B, C. Baxın uşaqlar. B-ni hara qoymuşamsa B1'i ora qoyacağım. A-nı hara qoymuşamsa A1'i və o istiqamətdə qoyacağım. Bu da C1. AC 15'dir. BC 18'dir. B1 C1 baxın B1 C1 24'dür. Məndən A1 C1 X yazıram. Bu zaman yazıram 15'in X'a. Sonra 18'in 24'ün nisbətini yazıram. 18'in 24'ə. Bu zaman alınır. İxtisar gedəndə burada 3'e geçsə 6 8. Bir de ixtisar yaparsaq, şurada yaşda burada gəlin elə 6 yaparaq ixtisar. 6'ya gedəndə burada 3 qalır. Burada 4 qalır. 3'dən də 15 gedir ixtisara, burada qalır 5. O zaman x də bərabərdir 20'ye. Məndən də A1 C1'in olması burada deyir 20. 24'cü sual. Bir bərabər yanlı düz bucaqlı üst bucağın hipotenuzu 10 cm olarsa, düz bucaq təpəsindən çəkilmiş hündürlüyün uzunluğu, yenə də deyir, bərabər yanlı düz bucaqlı üst bucaq. Hipotenuzun uzunluğu 10'dur. Düz bucaq təpəsindən çəkilmiş hündürlük istəyir məndən. Və yenə də deyirəm, bərabər yanlı düz bucaqlı üst bucaqda hündürlük həm median olur, həm tənbölənlər olur. Bu da A kökdə 2 bölü 2'dir. Elə A kökdə 2 bölü 2 yazmaqda. Bölünsün 2'dir. Elə A kökdə 2'də mənə C-ni verir. C bölü 2. Mənə də burada hipotenuz 10 veriliyinə görə. O zaman hündürlük nəyə bərabər olur? 10 bölünsün 2 bərabərdir 5'e. Düzgün cavab B variantı.
25-ci sual. Bərabər yanlı ABC üçbucağına AM, CM medianları çəkilmişdir. Bərabər yanlı A, B, C. AM medianı bir de CM medianı çəkilmişdir. AB yani AB də 10'dur. BC də 10'dur. Bərabər yanlıdır. Ha. Perimetri 22'dir. A, BM. ABM haradır? ABM. Baxın bu üçbucağın perimetri 22'ye bərabər. Onda bu zaman AM nəyə bərabərdir? O zaman AM bərabərdir. Yəni onda bura 5'dir. Şəxsi medianlar yarıya bölür. 5'in 5'e. 10, 15. Bak bura 7'dir. Biz onun S'in medianını istəyir bizdən. Hansı medianı? S'in istəyir. Bunu başqa ilə göstərək. S'in. Baxın bu medianı istəyir bizdən. Uşaqlar da S'in medianın uzunluğu 7'ye bölür. Çünki bu bərabərliyin üçbucaqda medianlar bərabər. Yəni yanlara çəkilən medianlar bərabərdir. Çünki burada 5'dir. Baxın, başqa ilə yazsaq bir dəqiqə. Burada 5'dir. Bura baxın. Onda olur, bax bu üçbucaq. Burada 7'ye bərabərdir. Düzgün cavab B variantı. Deyir üçbucağın iki daxili bucağın cəmi 149 dərəcə olarsa, mən də bilirəm ki, üçbucağın cəmi, yəni alfa üstə gəlsin, beta üstə gəlsin, gamma bərabər 180 dərəcəyə. Və ikisinin cəmi mənə verib ki, 149, yəni alfa üstə gəlsin 149 dərəcə bərabərdir 180-ə. Buradan da alfa bərabərdir 31 dərəcəyə, o da B variantında verilib. 27-ci sual. Yəni də oxşardır uşaqlar. Baxın, AB-nin nisbəti A1, B1 olmalıdır. AC-nin nisbəti isə A1, C1 olmalıdır. Yazıram. AB-nin, yəni 20-nin A1, B1-ə nisbəti bərabərdir 25-in 15-ə nisbətindən. İxtisar yaparsan burada 5, burada 3, 5 ilə də 20 isə qalar 4. Onda A1, B1 bərabərdir 12'ye. Burada 1 qalır, burada 12'ye bərabərdir. Məndən nə istəyir? A1, B1, 12. Baxın, C variantında verilib. Bir bərabər yanlı düzbucaqlı üçbucağın düz bucaq təpəsindən çəkilmiş hündürlüyü, yəni bərabər yanlı düzbucaqlı üçbucaqdır AA. Hündürlüyü 6 kökdə 2'dir. Hündürlük 6 kökdə 2 sıfırlar. Bir üstün neydi? C bölünsün 2 bərabərdir H-a. Bu zaman yazıram ki, C bölünsün 2 bərabərdir 6 kökdə 2'ye. Sonra betonumuz 12 kökdə 2'ye bərabərdir. 12 kökdə 2'ye. Və bizdən nə istəyir? Bərabər yanlı düzbucaqlı üçbucağın sahəsini istəyir. Yazaq ki, sahəni C vur H bölü 2. Yəni 12 kökdə 2 vurulsun 6 kökdə 2 bölü 2. Kökdə 2 vur kökdə 2 2 və 2 sağ gedirlər. Alır 16 vur 2 72. Düzgün cavab B variantı. Nə verib bizə 29'da? Tərəflər 10, 12, 14 olan tutuşağın orta xətlərin əmələ gətirdiyi. Uşaqlar, bura 14'dürsə, bunun orta xətti 7'yə bərabərdir. Baxın, bu tərəf 10'dursa, baxın, bu tərəfin, yəni AB tərəfinin orta xəttinin uzunluğu, AB paralel orta xəttin uzunluğu 5'ə bərabərdir. AC-yə paralel orta xəttin uzunluğu isə bura 12 olduğundan 6'ya bərabərdir. Üçbucağın perimetrini. Baxın, bu kiçik üçbucağın perimetrini istəyir bizə. Yəni perimetr P bərabərdir 7 üstə gəl 6 üstə gəl 5. Bu deyir 18. 18. 30-cu sual.
Deyir ki, AC 10'dur. AC 10'dur. Yaxşı. BK 5'dir. BK 5'dir. BK 5'dir. Bizdən rəngli hissənin ABSK-nın sahəsini istəyir. Olar, onda bura olsun X. Bax, mən tapmalıyam birinci bütöv üçbucağın sahəsini. Yəni ABC. Yazıram üçbucaq ABC. Bu nədir? Yəni tərəf 10 vurulsun. Tərəfə indilən hündürlük 500-ə gəl x-dir. Baxın, bu bütöv isə 500-ə gəl x. Bölünsün 2-dir. Buradan alıram ki 5 vurulsun 500'e gəl x. Bütöv sahə budur. Mən də baxın şolar bu A hissənin sahəsindən, yəni bax bu fiqurun sahəsindən tapsam, bura x demişəm, bura 5'dir. Və bütöv sahədən baxın bu hissənin sahəsini çıxsa, mən rəngli hissənin sahəsini, yəni kiçiltdirilmiş hissə sahəsini tapmış olaram. İndi gəlin bu qırmızı hissənin sahəsini tapaq. Bu zamanda bax bu üçbucağa görə üçbucaq A KS'nin sahəsi nəyə bərabərdir? 10 vurulsun x bölünsün 2'ye. Bu da 5x. Baxın, bax yazıram. Üçbucaq ABC'dən çıxıram sahəsindən, çıxıram üçbucaq AKS'nin sahəsini. Keçib tapıqlarımızı qoyuruq yerinə. Yəni alır, burada alınır 25 üstə gəlsin 5x. Çıxılsın 5x. Baxın, bu üçbucağın sahəsi 5x-ə bərabərdir. 5x. 5x-lar burada islah gedəcək. Alınacaq cavab 25. Yəni rəngli sahənin, ştrixlənmiş sahənin, baxın, hissə sahəsi 25-ə bərabərdir.